Salam əziz müəllimlər və abituriyentlər. Bu gün biz sizə əvəzlik haqqında danışırıq. Əvəzlik bütün əsas nitq hissələrini əvəz edən sözlərə deyilir. Yəni ismi, sifəti, sayı, əvəzliyin özünü də əvəz edə bilir, zərfi və feili əvəz edir. Bizə əgər desək ki, əvəzlik bütün nitq hissələrini əvəz edir, bu yanlış fikirdir. Əvəzlik bütün əsas nitq hissələrini əvəz edir, bu doğru fikirdir. Çünki kömək nitq hissələrini təbii ki, əvəz edə bilməz. Burada əsas nitq hissələrindən söhbət gedir. Əvəzlik hansı nitq hissəsini əvəz edibsə, onun yerində işlənir, onun sualına cavab verir və onun qrammatik xüsusiyyətlərini daşıyır. Bütün xüsusiyyətlərini daşıya bilmir. İndi gəlin biz əvəzliyin məna növlərindən danışaq. Əvəzliyin 5 məna növü var. Bunlara aiddir şəxs əvəzlikləri, işarə əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, təyin əvəzliklər və sual əvəzlikləri. İndi isə əvəzliklərin məna növləri haqqında ayrı-ayrı məlumat verək sizlərə. Əvvəlcə danışaq şəxs əvəzliklərindən. Şəxs əvəzlikləri. Şəxs əvəzlikləri şəxsi əşyanı bildirir. Yəni bunlar daha çox ismin yerində işlənirlər. Bunlara aiddir birinci şəxsin təki mən, birinci şəxsin cəmi biz, ikinci şəxsin təki sən, ikinci şəxsin cəmi siz, üçüncü şəxsin təki o, üçüncü şəxsin cəmi onlar. Birinci şəxsin təki və cəmi, ikinci şəxsin təki və cəmi, yəni birinci və ikinci şəxsin şəxs əvəzlikləri sırf insana aid olur. Mən, biz, sən, siz. Yəni burada bəllidir ki, insandan söhbət gedir. Üçüncü şəxs isə o və onlar. Bu həm insana və yaxud da digər canlı növlərinə və yaxud da cansız əşyalara aid ola bilər. Məsələn, o gəlir. Kim gəlir? Burada hər hansısa bir insandan söhbət gedir. Və yaxud da hər hansısa bir canlının digər növlərindən, hansısa bir heyvandan da söhbət gedə bilər. Və yaxud da o maraqlıdır. Nə maraqlıdır o? Baxın, əvəzliklər isim sualına cavab verib isim əvəz edir. Burada hər hansı bir əşyadan, kitabdanmı, filmdənmi söhbət gedir. Yəni göründüyü kimi üçüncü şəxs həm insana, həm də canlı digər növlərinə və cansız əşyalara aid ola bilər. Şəxs əvəzlikləri haqqında onu deyək ki, şəxs əvəzlikləri mənsubiyyətə görə qətiyyən dəyişə bilmir. Bax, bunu biz çox diqqətli şəkildə yadımızda saxlayaq. Çünki digər testlər işləyərkən də bu bizim qarşımıza çıxa bilər. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir, hallana bilir, bütün hal şəkilçilərini qəbul edə bilir. Məsələn, yazaq adlıq halda mən, yəlik halda mənim, yönlük halda mənəm, təsirlik hal mənim, yerlik hal məndə, çıxışlıq hal məndəm. Mən və biz əvəzlikləri yəlik halda in əvəzinə im şəkilçisini qəbul edir. Biz bizim yox, bizim sözündən istifadə edirik. Baxın, bizim vətənimiz yazaq bura.
Buradakı im yəlik haldır. Vətən imizdəki imiz isə mənsubiyyətdir. Sizi belə başa salım ki, şəxs əvəzlikləri hər hansısa bir şəxs bildirir. Yəlik, sahiblik anlayışlarını bildirirlər. Yəni bunlar təbii ki, başqa vaxt yox ha, mənsubiyyətlə bərabər işlənəndə. Yəni bunlar mənsubiyyət olmurlar, yiyə sahib olurlar. Bizim vətənimiz, vətən bizə aid bir əşyadır. Biz vətənə aid əşya deyilik. Vətən bizə aiddir. Biz vətənin yiyəsiyik, sahibiyik. Yəni buna diqqət yetirək. Və yaxud da mənim kitabım. Kitab mənə aiddir. Kitab mənsubiyyətdir, mənə aiddir. Mənim yəlik hal şəkilçisidir. Bu əvəzliklərin içərisində deməli mən, sən və o əvəzlikləri çıxışlı qalış şəkilçisini qəbul etdikdə məndən, səndən, bir də olur ondan. Tələffüzdə bunlar dəyişir. Olur məndən, səndən, bir də ondan. Baxın, d-lar n-ya keçmiş oldu dan-dən şəkilçisində. Bu da nə ilə bağlıdır? Bizim qaydamız var. Sonu m və n ilə bitən sözlər özündən sonra dan-dən çıxışlı qalış şəkilçisi gələrsə, dan-dən şəkilçisindəki d-lar n ilə əvəz olunur. Yəni bu şəkilçini biz nan-nən kimi tələffüz edirik. Şəxs əvəzləri içərisində biz və siz lar-lər cəm şəkilçisi qəbul edə bilir. Yəni təbii ki, mənlər, sənlər olmur. Bizlər, sizlər, onlar olur. Onlar onsuz da cəmdədir. Biz və siz sözləri isə lar-lər şəkilçisini qəbul edib cəmlənə bilir, cəm anlayışı bildirə bilir. Çünki bunlar özləri də elə cəmlik bildirir. Bizlər bu vətənin övladlarıyıq. Sizlər bizim gələcəyimizsiz və s. Sonra qeyd edək nədən? Hörmət mənasında bəzən biz siz sözünü böyük hərflə yaza bilərik. Bu da özümüzdən böyük bir şəxsə, çox hörmətli bir şəxsə fikir ünvanlayanda bunu biz böyük hərflə yaza bilərik. Deməli, cümlə üzü baxımından şəxs əvəzlikləri mübtəda ola bilir, tamamlıq ola bilir və şəxs xəbərli şəkilçisi qəbul edib xəbər ola bilir. Mübtəda olarkən təbii ki, mübtədanın sualları kim, nə, haradır. Bunlar hara sualına yox, kim, nə sualına cavab verirlər. Adi halda işlədəcək, yəni burada digər şəkilçiyə ehtiyac olmadan. Biz danışırıq. Sadə bir cümlə yazaq. Kim danışır? Biz. Baxın, bu oldu mübtəda. Hal şəkilçisini qəbul etdikdə tamamlıq ola bilir. Bu zaman yönlük, təsirlik, yerlik və çıxışlı qalış şəkilçilərini qəbul edə bilər. Bizə sual verdilər. Sual verdilər. Xəbər, kimə, bizə, tamamlıq, digərləri də o şəkildə. Yəni qeyd etdiyimiz kimi bunu yönlük, təsirlik, yerlik və çıxışlı hallarda işlətmək olar. Və şəxs xəbərli şəkilçisini qəbul edə bilər. Mənəm, bizik, sənsən, sizsiniz, odur, onlardır. Burada o zaman olacaq xəbər. Günahkar, sizsiniz. Kimdir? Sizsiniz. Burada olacaq xəbər. Biz, siz əvəzlikləri onlar əvəzliyi də ola bilər.
Bu əvəzliklər, baxın, cümlə üzvü baxımından həm tamamlıq ola bilir, bəzən yer zərfli mövqeyinə də çıxış edə bilir. Nə zaman yer anlayışı bildirərsən. İsmin hal şəkilçilərinə qoşulub daha çox bu A-ə yönlük halda, dadə, yerlik, dandən çıxışlıq halda rast gəlinə bilər buna. Məsələn, bizə sual verdilər və yaxud da bizə mükafat verdilər olsun. Mükafat verdilər. Verdilər mükafat tamamlıq. Kimə? Bizə. Bu da ayrı bir tamamlıq. Bu ayrı tamamlıqdır, o ayrı tamamlıq. Ona görə aralarında işarə qoyuram. Bir də var deyirəm ki, bizə gəlin. Haraya? Baxın, bu kimə deyə bilmirəm, haraya deyirəm. Yəni bu bizim evimizdən söhbət gedir. Bir məkan, yer anlayışı bildirir. Bu olacaq yer zərfliyi. Və yaxud da onlarda istedad var. Var. Nə istedad? Kimdə onlarda? Baxın, bu tamamlıqdır. Bir də var deyirəm ki, onlarda qalacağam. Yəni onların evində qalacağam mən. Baxın, harada? Bu isə yer zərfliyi hesab olunur. Buradan diqqətli olaq. Onda qeyd edək ki, biz sözü anonim sözdür, birinci şəxsin təki, daha doğrusu cəmi əvəzli və eyni zamanda biz çəkməçi bizi, yəni ucu şiş, metal alət bu mənada da işlənə bilir. Sonra qeyd edək ki, şəxs əvəzlikləri ismi əvəz etməklə yanaşı digər nitq hissəsini də əvəz edə bilir. Yəni bunlara aiddir. İsmi əvəz etməkdən bayaq danışdım, ona görə nümunə çəkməyəcəm. Danışaq, sifəti əvəz edə bilir, sayı əvəz edə bilir. Fe'l sifəti də əvəz edə bilir. Məsələn, deyə bilərik ki, həyətdəki kimdir? Onu tanımıram. Baxın, burada təbii ki, sifət isimləşməlidir ki, ismi suala cavab versin. Yəni şəxs əvəzliyinin şəxs əvəzliyi kimi çıxış edə bilmək üçün. Həyətdəki kimdir? Kim həyətdəki? Bax, bu həyətdəki ilə onu, kimi, bunlar eyni adamlardır. Həyətdəki kimdir? Onu tanımıram. Burada dakidəki sifət isimləşib və onun sözü isə şəxs əvəzliyi həyətdəki sözünü əvəz etmiş olub. Sonra yaza bilərik 11-cilər. Sevinclidirlər. Onlar ali məktəbə qəbul olublar. Baxın, 11-cilərlə onlar elə eyni adamdır da, düzdürmü? Yəni mən onlar söz əvəzli ilə budur da, hansı sözü əvəz edir? Baxın, onlar sözü 11-cilər sözünü əvəz edib. Şəxs əvəzliyi sayı əvəz edib və sayın yerində işlənib. Sonra fe'li sifətlə də əvəz oluna bilər. Yəni onun fe'li sifətinin daha doğrusu yerində çıxış edə bilər. Fe'li sifət əvəz edə bilər. Yəni gecikənlər izahat yazdılar.
Onlar niyə gecikdiklərini qeyd etdilər. Baxın, gecikənlər sözü fe'li sifətdir. Onlar sözü isə şəxs əvəzlidir. Fe'li sifəti əvəz etmiş. İndi isə danışırıq işarə əvəzliklərindən. İşarə əvəzlikləri işarə məqsədi ilə işlədilən əvəzliklərdir. Bunlara aiddir mən, sən, o, bu, elə, belə, həmin bu sözlər aiddir. Şəxs əvəzliklərdə quruluşca yalnız sadə olurdu. Mən, sən, o, biz, siz, onlar. İşarə əvəzliklərdə quruluşca yalnız sadə olur. Qeyd etdik ki, bunlara aiddir hansı sözlər? O, bu, elə, belə, həmin. İşarə əvəzlikləri daha çox sifətin yerində işlənir. Bəzən isimləşib ismin də yerində işlənə bilər və yaxud da sayın da yerində işlənə bilər. Bu haqda ayrı-ayrı danışacağam. İlk öncə danışmaq istəyirəm nədən? O əvəzliyindən. O əvəzliyi həm şəxs əvəzliyi ola bilir, həm işarə əvəzliyi ola bilir. Bu baxımdan amonimlik təşkil edə bilir. Biz bunu necə fərqləndirək? Çox bəsit. Sual vermək lazımdır. Əgər ismin yerində işlənirsə o əvəzliyi, deməli şəxs əvəzliyidir. O zaman hallana bilər, cəmlənə bilər, şəxs xəbəri şəkilçisini qəbul edə bilər. Məsələn, o savadlı həkimdir. Kim o? Baxın, kim sualına cavab verdi. Yəni, şəxs əvəzli olarkən ismi yerində işlənir, ismi sualına cavab verir. Burada da kim sualına cavab verdi. O savadlı həkimdir. Kim o? Və bu şəxs əvəzli hesab olunacaq. Buraya yazaq şəxs. İşarə əvəzliyi olarkən sifətin sualına cavab verir. Yəni, hansı sualına cavab verir? Sifətin yerində çıxış edir. O həkim tanışımızdır. Hansı həkim? O həkim. Baxın, hansı sualına cavab verdi? Bu zaman olacaq işarə əvəzliyi. Bir də deyirəm, şəxs əvəzliyi olarkən ismi yerində çıxış edir, ismi sualına cavab verir. Yəni, kimlə sualına cavab verə bilər. İndi burada bu cümləmizdə kim sualına cavab verdi. Cəmlənə bilər, hallana bilər, şəxs xəbəri şəkilçisini qəbul edə bilər. İşarə əvəzliyi olarkən isə hansı sualına cavab verəcək? Bu şəkildə fərqlənəcək. Məsələn, o qızı tanımıram, hansı qızı tanımıram? Bu işarə əvəzliyidir. O, maraqlı filmdir. Nə o? Bu isə şəxs əvəzliyidir. O, bu əvəzliklərdən sonra vergülün işlənməsindən mən danışmaq istəyərdim. Sonra keçəcəm elə-belə həmin sözlərinə. Deməli, yazaq burada vergül məsələsini. O, bu əvəzlikləri ismin sualına, yəni, baxın, mən mübtəda vəzifəsində işlənərkən demirəm, bu yanlış bir metoddur. Çünki tərkiblərin daxilində işlənə bilər. O zaman mübtəda olmaz, amma vergülü yenə istəyər. Bundan ayrıca danışacağam. Yəni, belə öyrətməyək, belə öyrənməyək. Deyək ki, o, bu əvəzlikləri kimlə sualına cavab verərsə, və ondan sonra isim
sifət, say, zərf, fe'l yox, fe'li sifət gələ bilər. Yəni fe'lin təsriflənən formaları, digərləri yox. Təsriflənməyənlərin də içində fe'li sifət gələ bilər. Köməkçilərin də içində modal söz gələ bilər. Modal söz gələrsə vergül qoyulacaq. Yəni buna biz hə deyirik. Sonra ikinci. Əvvəlcə izah edim, sonra praktik, yəni cümlə üzərində izah edəcəm. Sonra o bu əvəzlikləri mən burada bunu silim. Bir qeyd edim. Sonra çünki burada işarə qoymuşam. 2. O bu əvəzliklər kim nə sualına cavab verdi. Amma özündən sonra əvəzlik, fiil, qoşma, yəni köməkçilərin digər növləri, bağlayıcı, ədat, nida deməyək. Ümumiyyətlə nidanı heç gələn formada görməmişik. Çünki elə cümləmiz yoxdur ki, o budan sonra nə bilim vay sözü gəlsin, ah sözü gəlsin, sözü gəlsin. Yəni belə cümlə tamamlana bilmir rahat bir şəkildə. Kimi sözlər gələrsə bu zaman virgül qoyulmayacaq. Üçüncü, o bu hansı sualına cavab verərsə özündən sonra yenə virgül qoyulmayacaq. Yəni sifətin yerində çıxış edərsə. İndi mən bunu silim və cümlə üzərində izah edim. Ən yaxşısı. Yazaq burada. Virgül qoyular. Virgül qoyulmaz. Sizə cümlə verildi. İçində o bu əvəzliyi oldu. Birinci o buya sual verin. Bax, ən gözəl, ən rahat odur. Bəzən o buya sual vermədən onun yanında nəyin gəldiyinə baxırlar. Bu özünüzü çətinliyə salmaqdır, bir işi iki etməkdir, vaxt itkisidir. Niyə edirsiniz belə bir şey eləməyi? Sizə cümlə verilib, tamam. O buya sual verin. Görün o bu hansı sualına cavab verir, yoxsa kim nə sualına cavab verir? Məsələn, o bina çoxdan tikilib. Bir dəqiqə mən bunu silim. Baxaq. O bina çoxdan tikilib. Hansı bina? O bina. Gördünüz ki, bu söz hansı sualına cavab verdi? Yazıram qarşısına hansı. Baxın, virgül qoymayın. Ay müəllim, özündən sonra isim gəlib axı. Nə olsun ki, isim gəlib? Axı sən birinci sual verməlisən sözü, ondan sonra özündən sonra nəyin gəlməyinə baxmalısan. Bina sözü isimdir, bəli. Amma o bina, hansı bina? Hansı sualına cavab verdi? Virgülü qoyma. Hə, bunu bu şəkildə yazdım. İndi elə cümlələr deyəcəm ki, o bu kim nə sualına cavab verəcək.
Mən o-dan danışacağam, bəzən də bu-dan. Yəni qarışıq, eyni şeydir. O da olar, bu da olar. Cümlələrin bəziləri o üzərində olacaq, bəziləri bu. Onun heç bir problemi yoxdur. O həkimdir. O kim? Baxın, kim sualına cavab verdi. Kim sualına cavab verdi? Və buraya yazaq kim? Həkim sözü isimdir. Deməli, kim sualına cavab verdi? Özündən də sonra nə gəldi? İsim gəldi. Baxaq, o həkimdir. Kim? O. Həkim sözü də isim olduğu üçün vergül qoyulacaq. Sonra bu yaxşıdır. Mən qısa cümlələri yazıram. Yəni əsas hansı diksiyasının gəlməyinə baxaq burada. Nə? Bu. Kim də olar? İndi biz burada nə deyirik? Problem yoxdur. Yaxşı sözü nədir? Sifət. Vergül qoyulacaq. Sonra o birincidir. Birinci sözü saydır. O sözü kim sualına cavab verir? Vergül qoyulacaq. Sonra zərf gəlsin. O hərdən gəlir. Hərdən sözü zərfdir. O kim sualına cavab verir? Vergül qoyulacaq. Bir də isim sifət say zərf, bir də fe'l sifət gələ bilər. O danışandır. Fe'l sifətdir. O isə kim sualına cavab verdi, vergül qoyulacaq. Yəni gecə vergül qoyulmalıdır. Qeyd etdik ki, hansı sualına cavab verirsə vergül qoyulmaz. Sonra indi kim nə sualına cavab verəcək, amma özündən sonra əvəzlik, fe'l və digər köməkçilər gələcək. Bir də bu tərəfdə modal unutdum mən. Modal sözlər əlbəttə, deyəsən, yəqin ki, bəlkə, bəlkə də və s. Yəni modal sözlərimizin müxtəlif qrupları var. Gələndə virgül qoyulacaq. O əlbəttə gələcək. Baxın, bu virgül əslində o və yaxud da bununla bağlı virgül deyil. Modal sözlər cümlənin ortasında gələrsə, ondan, buradan altına xətt çəkim, ondan hər iki tərəfdə virgül qoyular və bu isə gəlib düşəcək onun sağına, gələcəyinsə soluna. Yəni əlbəttədən önə və əvvəli və sonraya yəni virgül qoyulacaq. Bu şəkildə o da gəlib düşəcək o əvəzliyin yanına. Yəni bu virgül əvəzliklə bağlı deyil. Keçək virgülün qoyulmayan hissələrinə. Bu hansı söz gələrsə, hansı daha doğrusu sualına cavab verərsə virgül qoyulmaz. Burada bir şey daha əlavə gətirim. Bir də deyirəm. Biri var, o, bu, hansı sualına cavab versin. Biri də var, o, bu, deməli, özündən sonra hansı sualına cavab verən söz gəlsin. Yəni, belə deyim, biri var, o, bu, sifətin sualına cavab versin. Biri var, o, budan sonra gələn söz sifətin sualına cavab versin. Bunlar ayrı-ayrı şeydir. Bu nə deməkdir? Bu o deməkdir ki, baxın, yazmışam, bu yaxşıdır, burada virgül qoymuşam. O bina çoxdan tikilib, virgül qoymamışam. Səbəbi nədir? Səbəbi odur ki, bu yaxşıdır. Bu nə? Baxın, nə sualına cavab verdi. Yaxşı sözü sifətdir. Özündən sonra gələn söz sifətdir.
O bunun özü sifətin sualına cavab verməyib, isim sualına cavab verib, nə sualına cavab verib. Burada virgül qoyulur. Sağ tərəfdə isə o bina çoxdan tikilib. Hansı bina? O sözünün özü hansı sualına cavab verdi? Baxın, burada virgül qoyulmaz. Biri var, mən Şəfəq müəlliməm. Bir də var, mən Şəfəq müəllimi əvəz edirəm. İkisi də eyni şeydirmi? Qətiyyən yox. Bax, diqqətli olun. Burada deməli, davam edək. Nümunələri yazaq. Nə gələcək? Əvəzlik gələcək. O mənim bacımdır. Kim? O. Kim sualına cavab verdi. Amma mənim söz gəlib. Mənim sözü əvəzlikdir. Ona görə virgül qoyulmayacaq. Və yaxud da feilin digər formaları gələ bilər. Feili sifətdən başqa. Yəni təsvirlənənlər və yaxud digər təsvirlənməyən formaları. O danışacaq. Bu feildir. Gələcək zamanda işləmiş təsvirlənən feildir. O sözü kim sualına cavab verir, danışacaq sözü feildir. Virgül qoyulmayacaq. Qoşma gələ bilər. O haqda bilmirəm. Nə haqda, o haqda. Nə sualına cavab verir, amma haqda sözü qoşmadır. Virgülü istəməyəcək burada. Bağlayıcı gəlsin. O həm oxuyur, həm işləyir. Baxın, burada olacaq həm sözü bağlayıcı, virgülü istəmir. Ədət olsun. O ən yaxşı filmdir. Nə o? Yaxşı sözü ədatdır. Bu da virgülü istəməyəcək. Buradan diqqətli olaq. Bəzən o bu sözlərindən sonra əvəzlik gələr. Amma yenə virgül qoyular. Bu nə ilə bağlıdır? Ya əlavə ilə bağlıdır, ya da həmcins üzvlərlə bağlıdır. Nümunə yazaq. O mənim qardaşım tələbədir. Baxın, mənim qardaşım o sözünü izah edir, aydınlaşdırır. Biz bunu əlavə deyəcəyik. Əlavə, cümlə üzvlərinin əlavəsidir bu. Mənim qardaşım sözü, baxın, o sözünü izah edir, aydınlaşdırır. Yəni, o elə mənim qardaşımla söhbət gedir. Bu əlavədir və o-dan sonra biz burada virgülü qoymuşuq. Yəni, bu virgül bundan bağlıdır. O-dan sonra mənim sözü gəlib, amma yenə virgül qoyuruq. Çünki mənim qardaşım əlavədir. Diqqətli olaq. Və yaxud da o, bizim müəllimimiz çox savadlıdır. O-dan sonra bizim sözü gəlib. Məsələn, belə yazaq da, bax, o bizim müəllimdir. Burada virgülü qoymayacağım. Niyə? Çünki o kim sualına cavab verir, amma bizim əvəzlik gətirmişəm. Ondan sonra bizə dedik ki, əvəzlik gələndə virgülü qoymuruq. Amma deyirəm ki, o bizim müəllimimiz, baxın, burada o nədir? Bu virgül nədir? Fasilədir, intonasiyadır. O, bax, burada dayanıram. Bizim müəllimimiz, kiçik yaşlı şagirdlərə bunu başlananda mən həmişə deyirəm ki, fasilədən istifadə edə bilərsiniz. Yəni, fasilə olanda virgül işlənir, fasilə olmayanda virgül ehtiyac yoxdur. Təbii ki, elmi yolu öyrətməyin tərəfindəyik, amma bəzən də məcbur qalanda bu yoldan da istifadə etmək olar. O bizim müəllimimiz. Müəllim. Səhv yazdım sözü. Müəllim.
müəllimimiz savadlıdır. Bax, o ilə bizim müəllimimiz eyni adamdır. Baxın, o sözü ilə bizim müəllimimiz. Burada virgül qoyulur. Bu əlavədir. Bir də həmcins olanda qoyular. O, mən, kəndə gedəcəyik. Həmcinsdir bu. Kim o, kim mən. Burada altına xətt çəkilmişəm. O ilə bizim müəllimimiz. Bu bütövlük çəkmişəməsində göstərmək üçündür. Bu belə olmur. O, mən, kəndə gedəcəyik. Kim o, kim mən. Həmcins mübtədalardır. Bu şəkildə. Sonra danışaq elə sözündən, belə sözündən. Elə belə sözləri həm sifəti əvəz edə bilir, həm də zərf əvəz edə bilir. Elə dost. Çətin tapılar. Necə dost, elə dost. Baxın, necə sualına cavab verdi. Sifətin sualına cavab verdi. Özündən sonra əşya, yəni isim gəldi. Deməli, sifət əvəz edib. Elə danışma. Necə danışma? Burada danışma feil olduğu üçün deyəcək ki, bu söz zərfi əvəz etmiş oldu. Baxın, burada nəyə əvəz etdi? Sifəti. Burada isə zərfi. Bəzən uşaqlara sual verəndə məsələn yanlış cavab verirlər. Deyirəm elə dost, deyirəm necə dost, sifət. Xeyr, sifət deyil. Sifəti əvəz edən əvəzlikdir. Elə danışma deyirəm zərfdir. Xeyr, zərfi əvəz edən əvəzlikdir. Diqqətli olmalısın. Bütün hallarda əvəzlikdir. Birində sifəti, birində zərf əvəz edir. Əşya özündən sonra əşya gəlsən, yəni isimlə bağlı olsam, sifət əvəz edəcək, hərəkətlə bağlı olsa zərf əvəz etmiş olacaq. Belə sözü də həmçinin. Belə kitab çətin tapılar. Bu sifət əvəz edib. Necə kitab? Belə kitab. Bir də deyirəm ki, belə demə. Bu isə zərf əvəz etmiş oldu. Bəzən bu sözlər isimləşib, yəni mənsubiyyət çəkilsin qəbul etməlidir ki, birinci ondan sonra isimləşə bilsin. Mənsubiyyəti qəbul etməlidir. Mənsubiyyətdən sonra, baxın, məsələn, ola bilər eləsi, beləsi. Eləsi bu peşəni bəyənmir. Kim? Görürsünüz? Artıq mənsubiyyət. Si mənsubiyyəti qəbul etdi. Kim sualına cavab verdi? Yəni ismi sualına cavab verdi. İsimləşdi. İsim əvəz etmiş oldu. Beləsi mənə lazımdır. Nə də deyə bilərəm, kim də deyə bilərəm. Baxır əşyadan, yoxsa insandan söhbət gedir. Belələri, elələri, sonra mənsubiyyətdən sonra digər şəkilçilər verə bilərəm. Cəm verə bilərəm, hal verə bilərəm. Elələrinə, belələrinə. Elələrinə gərək cəza verəsən kimə? Yəni bu şəkildə. Cümlə üzvü baxımından da əgər baxın, əşyanı izah edirsə, məsələn, elə dost yazmışıq, olacaq təyin. Elə danışma, burada olacaq zərflik. Belə kitab təyindir, belə demə zərflikdir. Eləsi, beləsi mübtəda. Əgər hal şəkilçisi qəbul edibsə, tamamlıq olacaq. Şəxs xəbər şəkilçisi qəbul edibsə isə cümlədə xəbər olacaq. Elələridir, belələridir və s. Bu sözlər, elə sözündən danışaq, onun amonimliyindən. Elə sözü ədat da ola bilir, əvəzli olmaqla yanaşı. Elə sözü məhz əsl mənasında elə mən deyəndir. Məhz mən deyəndir. Əsl mən deyəndir. Baxın, məhz.
əsl. Bu olacaq ədat. Və yaxud da elə evə çatmışdım. Bunu biz budaq cümlədə görəcəyik, yəni. Tabel mürəkkəb cümlədə görəcəyik. Elə evə çatmışdım, məni çağırdılar. Deməli, məhz mənasında. Baxın, ədatdır. Suala cavab vermir. Cümlədən çıxarda bilərəm, heç bir mənası dəyişməz. Mən deyəndir. Elə mən deyəndir. Bu dəqiqləşdirir. Yəni, bu 100% mən deyəndir. Evə çatmışdım, məni çağırdılar. Elə evə çatmışdım, məni çağırdılar. Yəni, ədatın missiyası odur ki, cümlədə mənanı qüvvətləndirsin. Onu cümlədən çıxaranda qüvvətliliyi aşağı düşər, amma cümlənin mənası dəyişməz. Burada da dəqiqləşdirici mənadadır. Ədatın dəqiqləşdirici növündədirlər bunlar. Sonra feil kimi ola bilər. Dediklərimi elə. Yəni, yerinə yetir. Baxın. Burada, yəni, yerinə yetir. Məsələn, bu işi elə. Bu işi gör, yerinə yetir. Belə. Elə sözü isim kimi işlənə bilər, amma biz bunu anonim götürməyəcəyik. Çünki sözün kök və başlanğıc olması fərqlənir. Elə, obaya, gərəkli adamdır. El sözün köküdür. Yönlük aldı. Başlanğıc formada burada bitir. Bunu biz anonim götürmürük, amma müxtəlif cür anlaşıla bilən sözlər kimi götürə bilərik burada elə sözündə. Belə sözdə ədat kimi işlənə bilir. Qüvvətləndirici mövqedə olacaq. Hətta mənasında işlənərsə olacaq ədat. Deməli, Nuray belə, yəni hətta az bal topladı. Yəni Nuray həmişə çalışqan şagirdimiz olub, yüksək bal yığıb, amma bu dəfə deyirəm Nuray belə az bal topladı. Hətta Nuray az bal topladı. Qüvvətləndirici mövqedədir, qüvvətləndirici ədatdır. Yəni vəziyyət o qədər çətindir ki, imtahan o qədər çətin olub ki, Nuray az bal toplamış olub. Lakin əvəzli olanda necə nə cür sualına cavab verəcək, sifəti və yaxud da zərf əvəz edəcək. İsimləşib, ismin sualına, yəni kim sualına da cavab verə bilər. Hallana bilər, onu bayaqlar qeyd etdik. Mənsubiyyət falan qəbul edə bilər. Bu zaman isim əvəz etmiş əvəzli hesab olunacaq. Bəzən elə ola bilər ki, belə sözü verər, biz onu iki cür düşünə bilərik. Deyir ki, mən, qoy bunu silim. Belə insanlara güvənmirəm. Mən belə insanlara güvənmirəm. Necə insanlara güvənmirəm? Belə insanlara güvənmirəm. Sifəti əvəz etmiş işarə əvəzlidir bu. Düzdürmü? Bir də var deyə bilərəm ki, mən belə insanlara güvənmirəm. Hətta mənasında. Baxın. Mən belə insanlara güvənmirəm. Yəni, mən normalda həmişə insanlara güvənirdim. Artıq inam, etibar hissimi itib. Mən belə insanlara güvənmirəm. Belə cümlələrimizdə bu olacaq ədat. Yəni, bu mənada iki cür anlaşıla biləndir. Təbii ki, biz burada konkret olaraq deyə bilmərik ki, hansı mənada işlənilir bu. Sonra, mən bayaq nəyə demədim? O, bu. Məsələn, o əvəzliyi
Bəzən elə ola bilər ki, bir cümlədə həm şəxs, həm də işarə əvəzliyi kimi anlaşıla bilər. Deyir də durğu işarələri göstərilməyib, yəni vergül verməz bizə və biz bilmərik ki, bu işarədir, yoxsa şəxsdir. Məsələn, o kənddə işləyir. Mən bunu düşünə bilərəm ki, vergül olsa. Qoyun bu cümləni bir dəfə də yazaq. Baxın, vergül olsa, o kənddə işləyir. Kim o? Kim sualına cavab verdi? Oldu şəxs əvəzliyi, cümlədə oldu mübtəda. Yəni biz bunu şəxs əvəzliyi kimi başa düşəcəyik. O kənddə işləyir. Hansı kənddə? O kənddə hansı sualına cavab verdi? Cümlədə təyindir. Bu işarə əvəzliyi kimi işlənir və ondan sonra vergül qoymadıq. Amma desək ki, durğu işarələri göstərilməyib, yəni vergüllər buraxılıb, bunu iki cür düşünə bilərik. Və yaxud da o heykəlin qarşısında dayandı. Bu da həmçinin o heykəlin qarşısında dayandı. Bir şəxsdən söhbət gedir. Kim o? Bir də var deyirəm, o heykəlin qarşısında dayandı. Yəni hansı heykəlin, o heykəlin. Bu isə işarə əvəzliyi o olacaq. Ona görə də mən deyirəm ki, vergüllə heç vaxt öyrənməyək, qaydanı öyrənək. Müəllim, vergül gələrsə nə bilim nədir? Vergül gələrsə şəxsdir, vergül gəlməzsə işarədir. Belə öyrənək, xeyr. Bəs bizə desək ki, durğu işarələr buraxılıb, necə tapırıq? Biz qaydanı bilməliyik. Diqqətli olmalıyıq burada. Sonra qeyd edək ki, o bu əvəzlikləri işarə əvəzliyi kimi. Bunlar o əvəzliyi həm şəxs, həm işarə olur. Bu əvəzliyi həmişə işarədir və o bu əvəzlikləri məsbər şəkilsini qəbul edə bilmir. Məsələn, onumuz deyə bilmirik, bunumuz deyə bilmirik, busu deyə bilmirik, yəni və s. Bu mümkün deyil. Bunlar məsbət qəbul edə bilmir. O əvəzliyi isə deməli, qəbul edə bilir, hal şəkilsini qəbul edə bilər, şəxs xəbəri şəkilsini qəbul edə bilər. Həmin əvəzliyindən danışaq. Həmin əvəzliyi sifət əvəz edə bilir. Sayı əvəz edə bilir. Feili sifət əvəz edə bilir. İsim əvəz edə bilir. İndi baxaq. Bax, deyirəm gözəl qız. Sonra deyirəm həmin qız. Bu gözəlin əvəzinə həmin sözünü işlətdim, düzdürmü? Deməli, sifət əvəz etdim. Həmin sözü hansı suala cavab verir və adətən də demək olar ki, isimləşmir. Sonra sayı əvəz edə bilər. Hansı sayı? Hansı suala cavab verən sayımız sıra sayıdır bunu. 5-ci mərtəbə. Həmin mərtəbə. Məsələn, xalamgil 5-ci mərtəbədə yaşayır, biz də həmin mərtəbədə yaşayırıq. Feili sifət əvəz edə bilir. Gecikən şagird, həmin şagird. Məsələn, gecikən şagird sinifə buraxılmadı. Həmin şagird bir neçə dəfə gecikmişdi.
Baxın, gecikən əvəzinə həmin sözü verirəm. Burada ana fe'l sifət şəkilçisidir. İsim sifətləşib, təyin mövqeyini keçib, həmin sözünü həmin sözü bu zaman deməli isim əvəz edə bilir. Material bildirənlər: yun, gümüş, qızıl, mis, çit, pambıq, asfalt və s. Yun parça, həmin parça. Və s. İndi isə danışırıq qeyri-müəyyən əvəzliklərdən. Qeyri-müəyyən əvəzliklər ismin yerində işlənir və qeyri-müəyyən şəxsi əşyanı bildirir. Yəni bunlar daha çox isim əvəz edirlər. Bunların həm quruluşca sadə növləri var, həm düzəltmə, həm də mürəkkəb. Sadələrə aiddir hamı, bəzi. Düzəltmələrə aiddir hərə, biri, kimi, kimsə, nəsə və s. Mürəkkəblərə aiddir kimi isə, nə isə, filan kəs, və hərlə və yaxud da heç sözü ilə işlənənlər, təbii ki, bütün sözlər yox. Hər şey, hər kim, hər kim, deməli. Sonra hər nə, heç kim, heç nə və s. İndi gəlin biz bunların hamısı haqqında ayrı-ayrı danışaq. Biri sözü həm qeyri-müəyyən əvəzli ola bilər, həm də say ola bilər. Baxaq. Əgər biri sözü cümlədə işlənibsə və bu qeyri-müəyyən şəxsdən, əşyadan söhbət gedirsə, olacaq qeyri-müəyyən əvəzlik. Biri səni axtarır. Biri səni axtarır. Bu biri kimdir? Biz bilmirik. Yəni bunun kim olduğunu biz bilmirik. Qeyri-müəyyən bir şəxsdir. Bu şəxsin kim olduğunu qeyd etmirik. Baxın, bu olacaq əvəzlik. Biri də ola bilər ki, biri sözü say kimi işlənsin. Bu zaman çıxışlıq halla və yiyəlik halla işlənəcək. Onların üzərinə biri sözü gələcək. Məsələn, uşaqlardan biri, və yaxud da uşaqların biri, bunlar olacaq say.
Niyə? Çünki uşaqlardan biri. Baxın, biz burada bir neçə uşağı götürmüşük. Onların içindən birini seçmişik. Uşaqların biri. Yəni burada tutaq ki, bir neçə uşaq var. Birini seçmişik, götürmüşük. Bu baxımdan bunlar olacaq say. Sonra danışaq bəzi əvəzliyi ilə. Bəzi əvəzliyi adətən sifət əvəz edir. Sifətin sualına cavab verir. Bəzi insanlar yaxşılığı qiymətləndirmir. Hansı insanlar? Bəzi insanlar burada sifət əvəz etdi. Lakin bəzi sözü cəm şəkilsi qəbul edə bilər, mənsubiyyət şəkilsi qəbul edər, hal şəkilsi qəbul edər. Bu zaman isimləşər, ismi sualına cavab verər və ismi əvəz etmiş olar. Bəziləri yaxşılığı qiymətləndirmir. Kim? Bəziləri. Artıq burada ismin yerində çıxış etdi, isimləşdi və mübtəda vəzifəsində oldu. Sonra hamı, hərə, bəzi əvəzlikləri mənsubiyyətə görə dəyişərkən birinci, ikinci, üçüncü şəxslərin təkini yox, cəmini istəyir. Hamı, hərə, bəzi. Bunlar mənsubiyyətin birinci, ikinci, üçüncü şəxslərin cəmini istəyir. Təkini yox. Çünki bunların özündə cəm anlayışı var. Məsələn, mənim hamım deyə bilmərəm. Bizim hamımız deyərəm. Sənin hamın deyə bilmərəm. Sizin hamınız deyərəm. Onun hamısı deyə bilmərəm. Onların hamısı deyə bilərəm. Digərləri də bu şəkildə. Eyni ilə digərlərini də bu şəkildə işlətmək olar. Qeyri-müəyyən əvəzliklər daha çox ismi əvəz etdiyi üçün daha çox cümlədə olacaq mübtəda, tamamlıq, şəxs xəbəri şəkilsi qəbul edib xəbər ola bilər. Qeyd etdiyimiz kimi bəzi sözü təyin də ola bilir. Sifəti əvəz etdiyi üçün hansı suala cavab verə bilir. Mübtəda rolunda məsələn hamı bilir. Kim? Hamı. Tamamlıq mövqeyində olarsa, ismin hal şəkilsini qəbul edəcək. Adlıq və yəli haldan başqa digər halları, yönlü, təsirli, yerlik və çıxışlıq hallar. Hamıya de. Xəbər ola bilər, şəxs xəbəri şəkilsini qəbul edib. Günahkar hamımızıq. Kimdir? Hamımızıq. Bu şəkildə. Lakin diqqətli olmaq lazımdır. Cümləni təhlil edərkən əgər bunlar tərkiblərin içindədirsə, yəni həmin bu sözlər, təbii ki, məsələn, deyə bilərik, hamıya deyəndə mən orada olmamışam. Burada hamıya sözü tamamlıq olmayacaq. Hamıya deyəndə anda əndə feili bağlama tərkibinin içindədir, onun daxilindədir. Nə zaman? Cümlədə zaman zərfliyi olacaq. Diqqətli olaq. Cümlə üzvlərlə danışanda biz bu məsələyə reallıq gətirəcəyik.
Sonra bəzi əvəzliyini onda qeyd edək ki, bəzi əvəzliyi cəmlənə də bilər, bəziləri. Bu şəkildə. Sonra kimsə sözü həm heç kim mənasında işlənə bilər, həm də kimisə. Yazaq bura. Kimsə qapını döyür. Burada kimisə mənasındadır. Kimisə. Bir də var deyirəm ki, kimsə bilmir. Bu inkarlıq məzmunu daşıyır. Çünki bilmir inkar feildir. Heç kim bilmir mənasındadır. Fərqi yoxdur. Bütün hallarda biz bunu qeyri-müəyyən əvəzlik kimi qəbul edirik. Əvvəllər bunu lap əvvəllər belə deyək də ism kimi də qəbul edirdik. Sahibiyyə mənasında. İndi artıq elə deyil. Bütün hallarda biz bunu əvəzlik kimi qəbul etmişik. İndi danışırıq təyini əvəzliklərdən. Təyini əvəzliklər əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Baxın, əşyanı ümumi şəkildə təyin etmək üçün, daha doğrusu müəyyən etmək üçün işlədilir. Bax, bunun açar cümləsidir. Təyini əvəzliklərə aiddir. Yazaq buradan təyini əvəzliklər. Bunlara aiddir hər, bütün, filan, eyni, öz. Bu sözlər aiddir. Təyini əvəzliklərdən danışarkən burada hər sözünə və filan sözünə diqqət yetirək. Hər təyin əvəzlikdir, hərə qeyri-müəyyən, filan təyin əvəzlikdir, filan kəs qeyri-müəyyən. Bunların məna növləri oldu fərqli. Təyin əvəzliklər quruluşca yalnız sadə olur. Göründüyü kimi burada bir kök işlənib. Hər sözü sadədir, təyin əvəzlikdir. Hərə düzəltmə qeyri-müəyyən əvəzlikdir. Filan sadədir, təyin əvəzlikdir. Filan kəs düzəltmə qeyri-müəyyən əvəzlikdir. Təyinli əvəzliklər daha çox sifətin mövqeyində çıxış edir. Yəni belə deyək də, sifəti əvəz edir. Cümlədə təyin rolunda çıxış edir. Sifətin sualına cavab verir. Hansı sualına cavab verir? Hər insan bunu bilmir. Hansı insan? Hər insan. Bütün insanlar xoşbəxt yaşamaq istəyir. Hansı insanlar? Bütün insanlar. Mən filan küçədə yaşayıram. Hansı küçədə? Filan küçədə. Eyni sözü mən də dedim. Hansı sözü? Eyni sözü. Öz sözünə isə ayrıqlıqda danışacağam. Onun işləmə məqamları müxtəlifdir. Burada qeyd edək nədən? Hər və bütün sözləri morfoloji əlamət qəbul edə bilmir. Yəni şəkilçi qəbul edə bilmir. Cəm, hal, mənsubiyyət filan şəkilçisini qəbul edə bilmir. Hər və bütün sözləri. Bura yazaq. Hər, bir də bütün. Şəkilçini istəmir bunlar. Filan sözün məsələn, daha doğrusu eyni sözü qəbul edə bilər. Mənsubiyyət şəkilçisini qəbul edə bilir. Eynisi. Eynisi məndə də var. Baxın, bu eyni sözün köküdür. Si mənsubiyyət şəkilçisidir, isimləşmiş oldu. Eynisi məndə də var. Nə eynisi? Məsələn, eynilik olsa, aramızda eynilik var. Əvəzlikdə nə yaratmışıq? İsim yaratmışıq. Mücərrəd mənalı isim. Öz əvəzliyi isə bu əvəzlik mənsubiyyət şəkilçisini qəbul edib dəyişə bilir, hallana bilir. Gəlin yazaq. Özüm. Baxın,
Ümumi mənsubiyyətdə artıq özləri və yaxud da özümə. Görürsüz? Ümumi mənsubiyyət yönlük hal, özləri. Öz sözün köküdür. Lər, i. Cəm və mənsubiyyət. Bunu da qəbul etmiş oldu. Bu şəkildə və əgər öz əvəzli isimləşərsə, cümlədə mübtəda ola bilər, tamamlıq ola bilər. Şəxs xəbərli şəkilçisini qəbul edib xəbər ola bilər. Özüm gəldim, kim gəldi. Baxın, burada elə onu da qeyd edək ki, bu əvəzliyin özünü də əvəz etmiş ola bilir. Özüm gəldim, mən gəldim yazaq. Yəni burada özüm sözü mən sözünü əvəz etdi, şəxs əvəzliyini əvəz etmiş oldu. Özümə, kimə tamamlıq olacaq. Özüməm olsa şəxs xəbərli şəkildə qəbul edib xəbər olacaq. Bu şəkildə hər sözü ilə bağlı, yox, bir də öz sözü ilə bağlı müəyyən şeylər demədim. Nədir bu? Öz sözü yanındakı isim əgər mənsubiyyət şəkilçisi qəbul edibsə, bütöv cümlə üzvü olur. Yəni biz bunları ayıra bilmirik. Öz şagirdlərimə dedim. Öz şagirdlərimə dedim. Dedim xəbər. Kimə? Öz şagirdlərimə. Bu bütöv tamamlıqdır. Şagirdlərimə dedim. Hansı şagirdlərimə? Öz şagirdlərimə. Baxın, bu yanlış təhlildir. Belə təhlil etmirik. Bütöv olacaq. Çünki şagird sözün kökü lərcəm. Buradakı im mənsubiyyət şəkilçisidir. Ona görə də öz sözü ilə bərabər bu sözü bütöv təhlil etmiş olduq. Sonra danışmaq istəyirəm hər sözü ilə bağlı. Testlərdə düşüb çaşdıra bilər bizi bu. Nədir bu? Qeyd etdik ki, hər təyin əvəzlikdir. Deməli, hərə qeyri-müəyyən əvəzlikdir. İndi danışaq nədən? Hər an, hər zaman, hər gün. Bunlar zaman zərfidir, bütöv, mürəkkəb zaman zərfidir, ayrı yazılır və bunlar cümlə üzvü baxımından bütöv təhlil olunur. Hər an səni gözləyirəm, nə zaman, hər an, hər zaman, nə zaman, hər gün, nə zaman. Diqqətli olaq nədən? Bəzən testlərə düşə bilər hər gün sözü başqa bir anlamda. Hər günün öz işi var. Hansı günün? Hər günün. Baxın, burada hər sözünü ayırmaq olur. Çünki biz bunun nə zamanını demirik. Hansı günün? Hər gün. Amma desəm ki, hər gün səni görürəm, nə zaman səni görürəm. Bunu gün səni görürəm deyə bilmərəm. Hər gün səni görürəm, nə zaman səni görürəm. Bu bütöv zaman zərfi olacaq. Sonra hər tərəf, hər yer. Bunlar birinci növ təyini söz birləşməsidir. Mən qısa yazıram. Təyini söz birləşməsidir. Parçalanmır. Hər tərəf yaşıllığa bürünmüşdür. Hara hər tərəf yaşıllığa bürünmüşdür deyə bilmirik. Hər yer qaranlıq idi. Yer qaranlıq idi deyə bilmirik. Hər yer qaranlıq idi. Bunlar da əvəzlik deyil. Yəni bütün bu yazdıqlarım əvəzlik deyil. Bunların içində bir dənə hər gün növ işi var.
bu mənada hər sözün ayıra bilirik deyə hər sözü əvəzlik hesab oluna bilər. Bu da bizə lazımdır cümlənin içində buna baxmaq. Sonra danışaq sual əvəzliyindən. Sual əvəzlikləri qeyd edək bura. Sual əvəzlikləri. Sual əvəzlikləri sual vermək məqsədi ilə işlədilir. Bunlar quruluşca sadə ola bilir, düzəltmə ola bilir və mürəkkəb ola bilir. Bütün nitq hissələrinin, bütün əsas nitq hissələrinin sualları var burada. Məsələn, isimdə deyə bilərik kim, nə, hara. Sifətdə deyə bilərik necə. Nə cür artıq oldu mürəkkəb. 2 söz var burada. Hansı, yenə sadədir. Neçə, yenə sadədir. Nə qədər, mürəkkəbdir. Neçənci, baxın burada şəkilçi var. Bu düzəltmədir. Və s. bu şəkildə digər nitq hissələrinin də sualları qruplaşa bilər. Feilin təsriflənən formasının sualları da sual əvəzliyi hesab olunur. Məsələn, nə edir sualı? Təsriflənən feilin sualı, bu da sual əvəzliyi hesab olunur. Bəzən sual əvəzlikləri işlənər, amma sual intonasiyası yaratmaz. Yəni, sual mövqeyində çıxış etməz. Məsələn, deyə bilərəm ki, hara getdiyini bilirsənmi? Və yaxud da nə istədiyini. Bilirsənmi? Bunun cavabında hə, yox, bəli, xeyr deyəcək. Yəni, sual əvəzliyinin tələb etdiyi sualı deməyəcək. Əgər sual əvəzliyinin tələb etdiyi sözü deyəcəksə, onda deyəcək ki, sual əvəzliyi sual mövqeyindədir. Məsələn, nə axtarırsan? O da deyəcək kitab. Bəli, burada nəyin yerinə kitabı dediyi artıq həmin o sözün yerində işləndi. Amma burada nə istədiyini bilirsənmi? Hə, yox, bəli, xeyr kimi suallara cavablar verə bilər. Artıq bu belə deyək ki, nənin əvəzində işlənən söz olmayacaq. Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edə bilir. Məsələn, deyə bilərəm ki, kim hazırdır? Dərsdə deyirəm ki, uşaqlar, kim hazırdır? Bir nəfər də deyəcək ki, mən. Bax, kimin əvəzinə mən verdim. Deməli, sual əvəzliyi şəxs əvəzliyini əvəz etmiş oldu. Yəni, bizə sual versələr, sorsalar ki, əvəzliyin hansı növü əvəzliyin özünü də əvəz edə bilir. Burada sual əvəzliklərindən söhbət gedir. Bəzən elə ola bilər ki, bir sual 2 nitq hissəsində işlənsin. Məsələn, kim sualı. Kim sualı əslində ismin sualıdır. Sadəcə olaraq ola bilər ki, əvəzlikdə də işlənə bilsin.
Məsələn, müəllim danışır. Burada deyərəm kim danışır? Yəni müəllimin əvəzinə kim verərəm? Bir də o sözündən istifadə edə bilərəm. Məsələn, o danışır. Sonra deyərəm kim danışır? Bax, bu şəkildə ola bilər. Və yaxud da necə sualı həm sifətdə var, həm də zərfdə var. Həm bu şəkildə sual əvəzlikləri hansı cümlə üzvünün sualıdırlarsa, həmin cümlə üzvü də olur. Yəni kim, nə, hara mübtədanın sualıdır, cümlə üzvü olacaq mübtəda. Necə, nə cür, hansı təyin sualdır, cümlə üzvü olacaq təyin. Neçə, nə qədər, neçənci. O da təyin sualdır, cümlə üzvü olacaq təyin. Sadəcə olaraq suala cavab vermədən cümlə üzvləri olacaqlar. Sonra əvəzliyin amonimli məsələsindən danışaq. O əvəzliyindən biz danışdıq. Keçən dəfə qeyd etdik ki, o əvəzlik şəxs əvəzliyi və işarə əvəzliyi kimi amonim ola bilir. Biz əvəzliyindən danışdıq. Burada biz əvəzliyi, şəxs əvəzliyi, bir də alət. Ucu şiş metal alətdir, hansı ki, çəkməçi bizidir bu. Burada isimdir. Sonra elə belə sözlərlə də danışmışıq. İndi danışacaq nədən? Nə sözündən danışmamışıq biz. Bu sual əvəzliyi ola bilir. Yazaq bura əvəzlik. Təbii ki, burada sual mövqeyində çıxış edəcək. Nə axtarırsan? Sual mövqeyində çıxış etdi, oldu sual əvəzliyi. Ədat ola bilər. Ədat olanda qüvvətləndirici məna daşıyacaq. Yəni bunu cümlədən çıxarmaq olar. Qüvvətləndirici ədatın növündədir bu. Baxaq. Nə maraqlı filmdir. Nə yaxşı insandır. Deyərəm maraqlı filmdir. Nə maraqlı filmdir. Baxın, məna qüvvətləndi. Yaxşı insandır. Nə yaxşı insandır. Məna qüvvətləndirdi, oldu qüvvətləndirici ədat. Bir də bağlayıcı ola bilər. İnkarlıq bağlayıcısı. Burada qoşa işlənir adətən. Nə oxuyur, nə yazır. Nə oxuyur, nə yazır, yəni oxumur, yazmır. Yəni bu insan bu işlərin heç biri ilə məşğul olmur. Burada oldu bağlayıcı. Sonra necə sözü. Necə sözü də ədat və əvəzli ola bilir. Əvəzli olanda yenə sual mövqeyində çıxış edəcək. Necə oxuyur? Bu sual əvəzlidir. Qarşılığında cavab verəcək. Ədəd olduqda necə də gözəl havadır. Bu da qüvvətləndirici ədaddır yenə.
Necə sözünü silmək olar? Gözəl havadır. Mənanı qüvvətləndirir burada. Kimi sözündən də danışaq. Kimi sözü qeyri-müəyyən əvəzli ola bilər. Yazaq bura. Qeyri-müəyyən əvəzlik. Kimi oxuyur, kimi yazır. Yəni burada kimdən söhbət getdiyini bilmirəm. O haqda heç bir şey demirəm. Həmin adam kimdir? Kim oxuyur, kimi yazır. Kimi şəkil çəkir, kimi film izləyir. Baxın, bu tipli nümunələrdə kimi qeyri-müəyyən əvəzlikdə. Bir də qoşma ola bilir. Məsafə bildirə bilir, bənzətmə bildirə bilir və s. Bunun heç bir fərqi yoxdur. Bütün mənalarda burada məsafə də bildirsə, bənzətmə də bildirsə qoşma olacaq. Evə kimi getdin? Məsafət. Və yaxud da bənzətmə də bildirə bilir. Qız anası kimi gözəldir. Anası kimi gözəldir. Baxın, qızı anasına bənzətdik gözəllikdə. Bu da oldu bənzətmə bildirən qoşma. Evə kimi getdindən danışın. Bunu iki cür deyə bilərik. Yox, evə kimi getdin sözün yox. Başqa bir nümunə yaza bilərik ki, iki cür anlaşılsın. Evə kimi ötürdün? Bir də evə kimi ötürdün? Baxın. Evə kimi ötürdün? Bu qoşmadır. Nə bildirəcək? Məsafə. Bir də var deyə bilərəm ki, evə kimi ötürdün? Bu isə sual əvəzliyidir. Təbii ki, durğu işarəsinə biz burada fikir verməliyik. Əgər durğu işarəsi verməyibsə, biz bu cümləni iki cür anlaya bilərik, iki cür başa düşə bilərik. Yəni bizə hər hansı bir ipucu verməlidir. Ya durğu işarəsini bizə verməlidir, ya da deməlidir ki, iki cür anlaşıla bilən söz işlənib orada. Amma bizdə hər ikisini gizlətsə, biz bilməyəcək ki, bunu hansı mənada başa düşək. Bir də kimi sual əvəzliyi kimi ola bilər. Burada amonim olmayacaq, amma müxtəlif cür başa düşülə bilər deyirsə götürə bilərik. Baxın, müxtəlif cür başa düşülə bilər, müxtəlif cür anlaşıla bilər deyirsə götürə bilərik. Amonim deyirsə bu birinci, ikinci yazdığımı götürək. Amma üçüncü yazdığımda amonim deyil. Sən kimi axtarırsan? Bu sual əvəzliyidir. Kim sözün köküdür. İ isə təsirli halda qrammatik şəkilçidir. Bunların kökü və başlanğıc forması fərqləndiyi üçün biz bunları amonim götürmürük. Amma yenə deyirəm, desək ki, müxtəlif cür anlaşıla bilər, bəli, götürə bilərik. Əvəzlik haqqında bu qədər. Bizim əvəzlik haqqında başqa bir videomuz da olacaq. Biz orada əvəzlik haqqında ümumi qeydlərdən danışacağıq. Hansı ki, testlər üzərindən, cümlələr üzərindən
Maraqlı, deməli orda